Başım üstə məğrur məğrur dalğalanan, bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Torpağına canım qurban Azərbaycan. Başım üstə məğrur məğrur dalğalanan, bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına. Aziz cemaatimiz, aziz Səfərət xanım, Elmaz'ın balaları, ailesi, hürmetli şəhid aileleri bugün bizim için hüzünlü bir gündür, ağır bir gündür. 5 yıl bundan evvel bugünkü tarihte çətinliklə də olsa Elmaz'ın düşmən taxtağı altında olan torpaqlarımızdan cənazəsi paytaxta gətirildi. Burada bu torpağa tapşırıldı. Allah onu şad eləsin cəmi şəhidlərimizin. Əlbəttə belə bir mövzuda, belə bir mərasimdə danışmaq çox çətindir. Amma İctimaiyyətimiz bilsin, cəmaatımız bilsin ki, Elmaz axır qanına qədər qarşısına qoyulan döyüş tapşırığını qabiliyyətlə, cəsarətlə, qeyrətlə yerinə yetirən bir döyüşçümüz olmuşdur, bir gəncimiz olmuşdur. Mən onun çoxlarının bilmədiyi döyüş yolundan qısaca epizodları danışdım. Edirəm ki, gəlmişlər. Mən xahiş edirəm, sözü olan varsa qoy desinlər. Bu ailəyə də bir təsəvvür edir. Kamil müəllim. Danışlar Kamil. Bugün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşən qardaşlarımızın adından, bütün qazilər adından ilk öncə anamıza Allah'tan səbir diləyirəm. Və burada bir çox ziyalılarımız, hərbiçilərimiz, zabitlərimiz çıxış etdilər. Onların çıxışına əlavə olaraq bildirmək istəyirəm ki, bəli, bugün biz şəhidimizin anasının qürurlu duruşundan təsəlli alaraq bildirmək istəyirəm ki, Ali Başkomandanımızın şəhid ailələrinə göstərdiyi diqqətdən
qayğıdan qidalanaraq bir vətəndaş olaraq biz də ananın ətrafında cəm olmuşuq. Mən hər birinizə təşəkkür edirəm. Xüsusilə də Müdafiə Nazirliyinin tərkibində xidmət göstərən zabit və əskər gizir heyətinə ki, bugün şəhidlərimizi yad etmək üçün, şəhidimizi, Elmazı yad etmək üçün burada cəm olmuşsunuz. Hər birinizə bütün qazilər adına, şəhid ailələri adına və Azərbaycan Respublikası şəhid ailələri, əllər və müharibə veteranları müdafiəsi İctimai Birliyinin sədri cənab polkovnik leytenant Tahir Məmmədovun adına və şəxsən öz adımdan təşəkkür edirəm. Diqqətinizə görə minnətdaram. Hər birinizə əziyyət verirəm, bilirəm. Allah hər birinizin köməyi olsun, gəldiyinizə görə. 112 nömrəli Zülməramlıq sassından çox razıyam. Allah hər birinizi qorusun. Bizim ictimai birliklərimizdən çox razıyıq, var olasınız. Amma bir günləri sizə bir də əziyyət verəcəm. Elmazın adına abidə tikmişəm. O abidənin açılışına hər birinizdən xahiş edirəm. Hamınız buradan ora gedirsiniz. Abidənin açılışını eləyirik. Oradan da heç kim heç ara getməsin. Xahiş edirəm. Elmazın adına Sevgi Holda ehsas söhbət çatılacaq. Hamınızı ora dəvət edirəm. Bir dənə abidəni ziyarət edib, açılışını eləyib gedəyim. Allah köməyimiz olsun. Allah sabır. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim ve bihi nestaîn ve huve hayrun nasirin ve mu'in. Allah şəhid Elmaz balamıza, cəmi şəhidlərimizə rəhmət eləsin. Allah Qur'an-ı Kərimdə şəhidin məqamını ali, uca qərar verir. Heç bir dünyada olan dünyavi dinlərdə şəhid adı yoxdur, şəhid statusu yoxdur. Yalnız ilahi olan İslam dilindədir bu. Şəhidlik, şahidlikdir, müşahidə eləyəndir. Və qazilərimiz var, Allah canlı şəhidlərdir. Allah bütün hərbçilərimizi qorusun, ordumuzu qorusun, vətənimizdən azad müstəqil Allah. Bir də bizə müharibə, terror, işğal Allah göstərməsin inşallah. Şəhid qardaşımın anasına, həyat yoldaşına, evlatlarına, qardaşlarına Allah səbir versin inşallah. Allah şəhidlərimizi Qur'an və Əhl-i Beytdən ayrı salmasın inşallah. O da Allah rəhmət. Qəhrəman şəhid anaları, igid hərbiçilərimiz, hər birinizə xoş gəldin deyirəm. Əziyyət çəkmişsiniz, haqqınızı halal eləyin. Mən istəyərdim ki, tədbirimizin davam etdirək. Elmaz şəhidimizin komandiri olan polkovnik leytenant Əliyev Daşdəmir müəllimə mən xahiş edirəm yaxınlaşsın. Tədbirimizin ilk çıxışını komandirimizin səsinlə davam etdirək. Buyurun.
təşəkkür edirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Şəhidlər bizim başımızın tacıdır, bizim güvənç yerimizdir. Şəhidlər bizim fəxrimiz, fəxarətimizdir. Şəhid anaların hamısının qarşısında baş əyirik. Bugün şəhid məzarları ilk sevgililərin görüş yerinə çevrilib. Onlar bir-birinə sədaqət andını orada içirlər. Bu bugünümüzün reallığıdır. Bugün vəzifəyə təyin olunanlarımız, əskərlikdə hərbi xidmətə başlayanlarımızın böyük əksəriyyəti şəhidlər xiyabanından, şəhid məzarlarının önündən keçərək vətənə sədaqət andını içirlər. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Səxavət xanım, Səxavət bacı, başınız sağ olsun. Bugün mən sizə hərbi hissənin kollektiv adından, komandanlarımızın adından, Müdafiə Nazirliyinin adından bildirmək istəyirəm ki, biz sizin kimi analarla fəxr edirik. Allah sizə ömür versin, Allah sizə can sağlığı versin. Siz Elmazın balalarının inşallah toylarını görəsiniz. Biz sizinlə fəxr edirik ona görə ki, sizdəki bu əzmkarlıq, bu qüdrət, bu qabiliyyət şəhidimizin ruhunun yaşamasına, şəhidimizə lazımi qiymətin verilməsinə böyük bir təzyiq verir, təsir göstərir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Analar biz oğulları dünyaya gətirəndə belə deyim, bir oğul kimi yetişdiriblər, amma bir deyim var. Oğul vətən çəpəridir. Bizim sənədimizdə hamımızın vətəndaş yazılıb, yəni vətənin daşı. Biz bu vətəni sevməliyik, bu vətəni qorumalıyıq. Bizi də hərbiçi olaraq əskərlərimizi bir il yarım, zabitlərimizi kimisini 5 il, 10 il hazırlayıblar ki, lazımı olan anda, Cənab Prezident demişkən, lazım olan anda, lazım olan yerdə o döyüşçü sözünü deyə bilək. Bugün də fəxrlə biz dünya dövlətlərinin, dünya xalqlarının içərisində Elmaz kimi şəhidlərimizin sayəsində, analar, baş əyirəm sizin qarşınızda şəhid anaları, sizin övladlarınızın sayəsində başı uca olan bir xalq kimi gəzirik, başımızı dik tuturuq. Biz düşməndən qisasımızı aldıq. Bütün müharibələrin hamısı sonluğu söhbətlə, razılaşmayla gedir. Amma Allah can sağlığı versin Müzəffər Ali Baş Komandanımıza. Onun sayəsində biz ermənilərə kapitulyasiya aktını yazdırdıq. İndi bilirsiniz, süd dövrünə keçid gedir, ona görə çalışırıq ki, bunu çox dilimizə gətirməyək. Amma bunu biz edən bir xalqdır. Məhz bunu Cənab Prezidentimiz Ali Baş Komandanın səyləri nəticəsində elədik. Sizin hamımızın qarşısında baş əyirəm. İndən sonra da bir olmağınıza, birlikdə olmağınızı arzulayıram. Arzu edirəm ki, sizin o çıxışlarınız sayəsində, sizin o fəaliyyətiniz sayəsində xalqımız bir daha Cənab Prezidentimizin ətrafında birləşsin. Xalqımızın birliyi sayəsində vətən, xalq, ordu, bunun birliyi, Cənab Prezident başda olmanın, bunun birliyi sayəsində biz ana torpağımızı yağı düşməndən qoruyacaq və indən sonra bu torpağa göz dikənlərin arzuları gözlərində qalacaq. Bir daha şəhid verməyəcək. Allah şəhidlərimizə rəhmət eləsin. Allah sizin başınızı hamısını uca eləsin. Allah torpağımızı qorusun, vətənimizi qorusun. Başın sağ olsun deyirim vətən. Allah sizə də səbir versin hamımıza. Allah sizə qorusun, minnətdaram sizə və eyni zamanda hərbi hissənin rəhbərliyinə, kollektivinə təşəkkür edirəm. Nə yaxşı ki, sizlər kimi bizim zabitlərimiz var və bəli, Azərbaycan ordusu elə bir tarix yazdı ki, o tarix əbəd olaraq silinməyəcək və həm bizim düşmənlərimiz üçün oxunan bir tarix oldu, həm də bizim özümüz üçün, yəni qəhrəmanlarımızın adına yazılan bir əbədi tarix oldu. Allah Ali Baş Komandanımızı qorusun ki, bəli, bizim ordumuzu o qədər
uzaqgörən siyasəti ilə gücləndirdi ki, artıq Azərbaycan ordusu adı gələndə, Azərbaycan əskəri adı gələndə düşmənin bədəninə vəlvələ düşür. Bu bir mənalı olaraq. Yəni bunu tam lori dilində dedim ki, hər birimiz başa düşək. Yəni bu günləri düşmən Azərbaycan bayrağını görəndə, onun dalğalanmasını, hünərli dalğalanmasını görəndə bilir ki, o bayrağın keşiyində dayanan Azərbaycan əskəri var. Mən bu hər çıxışımda demişəm, mən ermənilərin bir, belə deyim, bizim əskərlərimiz tərəfindən, qəhrəman tərəfindən aldığı zərbələrdən həyəcanlı çıxışını eşitdim. Deyir ki, Azərbaycan əskərləri döyüş zamanı bizim şux damarımızı kəsirdilər. Yəni, bunları da yetişdirən siz komandirlərsiniz. Bu əskərləri yetişdirən bizim komandirlərimizdir. Allah Azərbaycan ordusunu qorusun, Allah bütün zabit gizir heyətimizi qorusun, Allah Ali Başkomandanımızı qorusun. Mən hər kəsdən xahiş edirəm ki, çox gürültülü alqışlarla, çünki bizim ordumuz, Ali Başkomandanımız və şəhid analarımız gürültülü alqışlar layiqdir.